Sürücülərə maraqlı bir sual. Göstərilən avtomobil bu yol ayrıcından hansı istiqamətdə gedə bilər? Düzünə, sağa, sola, yoxsa geriyə? Buyurun, düzgün hesab etdiyiniz variantı qeyd edin. Düzgün cavab 4-cü variant. Sağdan başqa bütün istiqamətlərə. İzah edək. İlk öncə görə yol ayrıcında hansı nişan tətbiq olunur? Bu nişan baş yol nişanıdır. Baş yol nişanı sürücüyə yol ayrıcında üstünlük verə bilər. Yəni sualın cavabını tapmaq üçün bizə baş yol lazım deyil. Baş yol nişanının üzərində tətbiq olunan bu nişana diqqət edin. Bu nişan 5-7-2 nişanıdır. Bir tərəfli yola çıxış nişanı. Sürücüyə demək istəyir ki, sürücü sağdan sola yol bir istiqamətlidir. Yəni birdən çaşarsan, yoldan sağa dönərsən. İstər sağ zolaqdan, istər sol zolaqdan bu yolun əksinə dönmək qadağandır. Çünki bu yolda bir tərəfli yol nişanı var. Yəni yol bir tərəflidir. Bu nişan 5.5 nişanıdır. Yəni kəsişən yolda tətbiq olunur ki, sürücü həmin yolun əksinə dönməsin. Amma bu nişan sürücüyə düz istiqamətdə getməyə qadağa qoymur. Yəni bu sürücü düz istiqamətdə bu yolu kəsib düzünə gedə bilər. Bu nişan sürücüyə geriyə dönməyə də qadağa qoymur. Geriyə dönərək hər iki zolağa dönə bilərik. Çünki sürücü kənar sol zolaqdadır. Bu nişan sola dönməyə də qadağa qoymur. Sürücü bu yol ayrıcından sola da dönə bilər. Hətta hər iki zolağına da dönə bilər. Kəsişən yolu. Amma bir dənə sağa dönməsi qadağandır. İstər sağ zolaqdan, istər sol zolaqdan. Çünki sol zolaqdan sağa dönmək onsuz da qadağandır. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin 6-cı bəndi deyir ki, sürücü sağa, sola, geriyə dönməzdən əvvəl hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Yəni bu sürücü sağa dönməyə qadağan olmasaydı belə, yenə sürücü soldan sağa dönə bilməyəcəkdi. Və bu nişan da sürücü yolun əksinə dönməsini qadağan edir. Diqqətiniz üçün təşəkkür edirəm. Sizin Azər Quliyev idi.